Novruz bayramını birlikdə qeyd edən Azərbaycanlılarla yanaşı tədbirə Amerikalı dostlar da qatılmışdı. Tədbirin əsas məqsədi də bir araya gəlib şənlənmək və qonaqlara Azərbaycanda Novruz bayramının necə qeyd edildiyi haqda məlumat vermək idi. Amerikada Azərbaycan Qadınları Cəmiyyətinin həmsədri Rəna Məmmədli. Bütün qrupumuzun üzvləri ilə birlikdə yığışdıq, bu məclisin planını qurduq və işlər hamısı bölündü, öz aramızda böldük. Kimisi şirniləri bişirdi, kimisi plovu, qovurmanı bişirdi və beləliklə bir araya gəldi tədbir. Cəmiyyətin üzvü Mehriban Əfəndiyeva gələn qonaqlara Azərbaycanda Novruz ənənəsi haqda məlumat verdi. 3000 ildən çox tarixi olan bu bayramın Azərbaycanda necə qeyd edildiyindən danışdı. İş ondadır ki, çox Amerikanlar və başqa millətlər Novruz bayramının İslam ilə əlaqələndirir və bu prezentasiyanın məqsədi onların Novruzun tarixindən, bizim ənənələrimizdən, adətlərimizdən danışmaqdır. Türkiyənin Kardelen rəqs qrupunun ifasında rəqslər tədbirə xüsusi ab-hava gətirməklə yanaşı, həm də hamının zövqünü oxşadı. Azərbaycanlı qadınlar Novruz süfrəsini böyük zövqlə bəzəyib, ləziz yeməklər hazırlamışdı. Gələn qonaqlar tədbirə qatılmaqla Azərbaycanda Novruzun qeyd olunması ilə tanış olmaq imkanını əldə etdiklərinə sevindiklərini dedilər. Jamie Gusak ilk dəfə olaraq Novruz bayramını qeyd edir və tədbirdən böyük zövq aldığını deyir. Novruz yazın gəlişi, yaxınlarla birlikdə olmaq, xoş arzular diləmək, gələcəyə xoş məramla daxil olmaq deməkdir. Amerikada Azərbaycanlı qadınların cəmiyyəti də bu Novruz əhval-ruhiyyəsini yaratmağa müəssər oldu.